Axşamın Seyir efirdə Günün Nəbzi proqramıdır. Bu il 2015-ci ildə Azərbaycanda inzibati islahatlar sayəsində, ümumiyyətlə inzibati sahədə aparılmış islahatların verilən beynəlxalq qiymətləndirmə prosesində mühüm bir hadisə baş verib. Asan Xidmət Birləşmiş Millətlər Təşkilatının 2015-ci il dövlət xidmətləri mükafatına layiq görülüb. İndi studiyada həmsöhbətimiz Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovdur. İnam müəllim, xoş gəlmisiniz. Sağ olun. İnam müəllim, əvvəl sizi təbrik edirik. Çox sağ olun. Mükafatın sizə, mükafata layiq görülməyiniz münasibəti ilə bu mükafat ümumiyyətlə nə mükafatdır? Birləşmiş Millətlər Təşkilatının onun statusu, miqyası nədən ibarətdir? Dövlət xidmətlərinin göstərilməsi sayəsində BMT-nin mükafatı bu sahədə, yəni dövlət xidmətlərinə verilə bilən mükafatların dünya səviyyəsində ən nüfuzlu mükafatıdır və beynəlxalq bir mükafatdır və BMT tərəfindən təsis edilmişdir. Qısaca bunun tarixçəsi barədə məlumat vermək istəyərdim. Bu mükafatın təsis edilməsi hətta hələ 2000-ci ildə BMT-nin İqtisadi və Sosial Şurası tərəfindən, ECOSOS tərəfindən təklif edilmiş və BMT Baş Assambleyası tərəfindən xüsusi qətnamə ilə təsis edilmişdir və qətnamə həm beynəlxalq dövlət xidmətləri günü 23 iyun dövlət günü təsis etmiş, həm də ki, dövlət xidmətlərinin verilməsi sayəsində BMT-nin mükafatını təsis etmişdir və 2003-cü ildən artıq bu mükafat müxtəlif dövlətlərə verilir və mükafatın da əsas məqsədi dövlət xidmətlərinin göstərilməsində ən peşəkar layihələrə, ən innovativ layihələrə, bu sahədə irəlidə olan, fərqlilik yaradan, bir addım öndə olan, daha mükəmməl olan deməli, layihələri dəstəkləməkdir və tanımaqdır, onları qiymətləndirməkdir. Bir sözlə, bu mükafatın verilməsi beynəlxalq səviyyədə mükəmməlliyin tanınmasıdır. Yəni, bu söhbət burada ondan gedir ki, o islahatları qiymətləndirirlər ki, onlar insanların həyatını yüngülləşdirir. Yəni, dövlət xidməti sayəsində o islahatlar ki, insanların həyatını yüngülləşdirir və dövlət xidmətinin effektivliyini artırır. Yəni, bu indiki halda buna mı mükafat verilib, yoxsa necə? Əlbəttə ki, dövlət xidmətlərinin göstərilməsi bu vətəndaşlara göstərilən dövlət tərəfindən xidmətlərdir və burada da əsas məqsəd vətəndaşlara daha çevik, daha şəffaf, daha peşəkar, daha innovativ xidmətlərin göstərilməsinin qiymətləndirilməsidir. Həmçinin beynəlxalq səviyyədə dövlət xidmətlərinin nüfuzunun artırılması ən deməli, nüfuzlu, ən çevik, ən innovativ, ən öndə olan təcrübəni digər dövlətlərə təşviq etməkdir və onu uğurlu model kimi digər dövlətlərə göstərməkdir. İnam müəllim, yəni biraz lap populyar dildə desək, həm də çox insanlar arasında çox işlənən bir terminologiyadan istifadə eləsək, bu bürokratik əngəllərin azaldılmasında, yəni ki, aradan qaldırılmasında daha çox nailiyyət əldə etmiş bir layihəyə verilir, belə deyək. Bu bundan daha da önə gedir məncə. Təkcə bürokratik əngəllərin deyil, bu dövlət xidmətlərinin göstərilməsində uğurlu innovasiyaların. Əlbəttə ki, burada söhbət həm... Təkcə əngəllər azaldılmır, həm də yeni xidmətlər təklif olunur. Daha da sadələşdirilmiş, dövlət xidmətlərinin daha da sadələşdirilməsi, daha da şəffaf formada təşkil edilməsi, dövlət xidmətlərinin vətəndaşlara daha əlçatan edilməsi, vətəndaşların dövlət xidmətlərinə müraciətlərinin, o cümlədən onların sorğularının daha innovativ yolla cavablandırılması, vətəndaşların dövlət qurumlarının fəaliyyətində iştirakçılığının daha təkmil formada təşkil edilməsini, o cümlədən onların iştirakçılığının təşviq edilməsini qiymətləndirir. Və bu sahədə, yəni bayaq söylədiyim kimi, həm peşəkarlıq, həm innovativlik, şəffaflığın artırılması, vətəndaş iştirakçılığının təmin edilməsi, açıq hökumət konsepsiyasının deməli, prinsiplərinin icrası sayəsində
layihələrin qiymətləndirilməsidir. Bu o deməkdirmi ki, Azərbaycanda aparılan bu inzibati islahatlar dünyada birinci yerə layiq görülür və bütün dünya üçün bir nömrəli nümunədir. Yəni, bu belədirmi? Əlbəttə ki, və çox sevindirici haldır ki, bu illəri dövlət xidmətlərinin göstərilməsi sahəsində mükafata, yəni birinci yerə Azərbaycan Asan Xidmət layihəsi layiq görülmüşdür. Bu layiq görülmə, bu mükafat çox beynəlxalq bir əhəmiyyət daşıyır və həmçinin bu mükafatın verilməsi ilə yanaşı Respublikamızda həyata keçirilən islahatlara verilən qiymətdir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi islahatlara və cümlədən islahatların tərkib hissəsi olan Asan Xidmətə verilən dəyərdir. Azərbaycanın inkişafına verilən bir qiymətdir. Bu da onun göstəricisidir ki, artıq Azərbaycan dünyaya həm eyni zamanda innovasiyalar ilə çıxır və Azərbaycanın təcrübəsi dünya ictimaiyyətinə göstərən yeni bir model vardır. Bu əslində ona görə təsis olunub ki, yaxşı dünya ölkələrində harada yaxşı nə varsa, başqa ölkələrə, BMT üzvlərinə nümunə kimi göstərilsin. Əlbəttə, bu açıq aydın həm də BMT-nin qətnaməsində göstərilir. Bayaq vurguladığım kimi 2002-ci ildə BMT Baş Assambleyasının qətnaməsi ilə təsis edilmişdir və bu qətnamədə rəsmi formada göstərilir ki, mükafat alan deməli layihələr, dövlətlərin layihələri digər dövlətlər tərəfindən tətbiq edilməlidir. Yəni tətbiqinə çağırış edilir. Çağırış olunur ki, bu nümunədən istifadə olunsun. Bu cür deməli yaxşı nümunələr həm təşviq edilir və BMT-nin bir növ çağırışı vardır ki, bu yaxşı təcrübələr digər dövlətlər tərəfindən tətbiq edilsin. Bu deməli BMT-nin verilən mükafatı müxtəlif kateqoriyalar üzrə verilir və müxtəlif və kateqoriyalardan biri də dövlət xidmətlərinin göstərilməsində təkmilləşdirilmədir. Mən sadəcə müqayisə üçün demək istəyərdim ki, bu sayca Respublikamızın aldığı BMT mükafatıdır. Bildiyiniz kimi 2007-ci ildə həmçinin Azərbaycanın digər uğurlu bir islahatı, digər bir uğurlu brendi Dövlət Neft Fondunun layihəsi də həmçinin birinci yerə layiq görülmüşdür və artıq ikinci bir layihə Azərbaycan layihəsi, Azərbaycan brendi BMT-nin dünyanın ən yüksək bu mükafatına layiq görülür. Amma keçmiş Sovet məkanından sırf dövlət xidmətlərinin göstərilməsi sahəsində mükafata yalnız Azərbaycan Respublikası məhsulu olan, Azərbaycan brendi olan Asan Xidmət layiq görülmüşdür. Dövlət xidmətində birinci yerə və sadəcə müqayisə üçün bildirmək istəyərdim ki, qonşu Gürcüstanda bildiyiniz kimi oxşar bir konsepsiya vardı. Bu dövlət xidmətlərinin təşkili deməli üzrə public halllar. O layihə yalnız ikinci yerə layiq görülmüşdür 2012-ci ildə. Və Azərbaycan SNG məkanında ən yüksək nailiyyət əldə edən ölkələrdən biridir. MDB-də başqa nə birinci, ikinci yerdə tutan yoxdur. İkinci yeri bu Gürcüstan Respublikası. Gürcüstan artıq MDB-nin üzvü deyil. Yəni ki, keçmiş Sovet məkanında deyil. Keçmiş Sovet məkanında belə. Bu mükafatın verilməsi mexanizmi necədir? O nə dərəcədə şəffafdır və bunu hansı deməli mərhələlərdən keçib Azərbaycan birinci yerə layiq görülür? Bu proses kifayət qədər belə deyək, ağır bir prosesdir. Çünki bu mükafatı almaq istəyən ölkələrin və layihələrin sayları çox olur və proses hər ilin deməli oktyabr ayında başlayır və oktyabr ayında növbəti ilin may ayına qədər davam edir və bir neçə mərhələli prosesdir. Birinci mərhələdə təsəvvür edirsiniz 200-ə yaxın dövlətin layihələri təqdim edir və bir məsələni də qeyd etmək istəyərdim ki, bir dövlətdən bir neçə layihə də burada iştirak edə bilər və bir dövlətdən bir neçə layihə iştirak etdikdə bu artıq yüzlərlə deməli iştirakçını deməkdir və birinci mərhələdə artıq ilkin seçim aparılır. İkinci mərhələdə isə bu seçim prosesi, seçim kriteriyaları, seçim şərtləri daha da çətinləşdirilir və
hər bir layihə, hər bir təqdim edilmiş deməli, sənədlər paketi üzrə layihə üzrə əlavə suallar, sorğular edilir. Onları ekspertləri maraqlandıran faktlar, statistik məlumatlar, bu sahədə dərc edilmiş deməli, məlumatlar, pressa deməli, məlumatları mətbuatda, həm beynəlxalq mətbuatda, həm yerli mətbuatda dərc edilmiş faktlar hamısı deməli, işçi qrupa göndərilir və bunun əsasında ikinci mərhələdən keçən dövlətlər, yəni ikinci mərhələ artıq BMT tərəfindən, Birləşmiş Millətlər Təşkilatının inzibati qurumları tərəfindən birinci və ikinci mərhələ həyata keçirilir. İkinci mərhələ, deməli, mərhələdən əlbəttə ki, daha az sayılı ölkələr keçdikdən sonra bu artıq BMT-dən asılı olmayan, yəni BMT-nin inzibati qurumlarından asılı olmayan ekspertlər qurum komitəsinə verilir və müstəqil ekspertlər müxtəlif dövlətlərdən və həm öz dövlətlərindən, həm də ki, BMT-nin qurumlarından tamamilə müstəqil olan ekspertlər komitəsi dəyərləndirmə aparır və əlbəttə ki, onların hesab etdiyi uğurlu modeli seçirlər və biz də çox sevinirik ki, ən uğurlu model kimi, ən innovativ model kimi Azərbaycan brendi seçilmişdir. Və bu da ki, çox sevindiricidir. Bu həm Azərbaycanda həyata keçirilən islahatlara, Azərbaycan Respublikasının prezidentinin həyata keçirdiyi islahatlara, həm xalqımıza, həm dövlətimizə verilən böyük bir qiymətdir. Artıq Azərbaycan brendi Cənab Prezident tərəfindən də vurğulandığı kimi asan xidmət bir Azərbaycan brendidir. Artıq asan xidmət bu mükafatın alması ilə Azərbaycan brendindən bir dünya brendinə çevrilmiş oldu. Deməli, birinci məsələ belə başa düşdüm ki, bu ekspertlər ki, müəyyənləşdirirlər kim qalibdir, onlar BMT-nin strukturlarında çalışmırlar. Qətiyyən, onlar BMT-nin strukturlarında nəinki çalışır, heç BMT-nin strukturları ilə hər hansı bir hüquqi və digər bağlılıqları olmayan şəxslərdir. Nə hüquqi, nə təşkilat. Amma bu həm də, siz dediniz, bu həm də sosial rifah məsələsidir. Yəni ki, Azərbaycanda aparılan bu islahatlar, inzibati islahatlar həm də sosial rifah məsələsidir. Əlbəttə ki, bu asan xidmət, xalqa xidmət konsepsiyasıdır və bütün sahələrdə olduğu kimi asan xidmətin yaradılmasında, islahatların mərkəzində Azərbaycan vətəndaşı dayanır və son istifadəçi, bu islahatlardan bəhrələnən son şəxslər, subyektlər Azərbaycan Respublikasının vətəndaşıdır və əlbəttə ki, digər sahələrdə olduğu kimi bütün islahatlar, sosial sahədə də olduğu kimi, iqtisadi sahədə də olduğu kimi, həmçinin inzibati sahədə həyata keçirilən bütün islahatlar vətəndaşlarımızın rifahının yüksəldilməsinə xidmət edir. İnan mənim, bu mükafat bizə bir imkan verir ki, əsas verir ki, indiyə qədər aparılmış islahatlara bir həm konseptual, həm də bir detallı şəkildə bir baxaq. Konseptual şəkildə necə ifadə eləyərdiniz? İndi asan xidmətin yarandığından bu günə qədər hansı mərhələləri keçdi və nələri etmək mümkün oldu? Nə qədər adama xidmət eləmək mümkün oldu? Bildiyiniz kimi, asan xidmət artıq 2 ildən çoxdur, 2 il deyək, yarım müddətində vətəndaşlarımıza xidmət göstərir və xidmət göstərdiyi gündən xidmətlər şəbəkəsi genişlənir və hal-hazırda Azərbaycanda 8 asan xidmət mərkəzi mövcuddur. O cümlədən səyyar avtobuslar vasitəsilə asan xidmət mərkəzlərinin təşkil edilmədiyi ərazilərdə bu mərkəzlər təşkil edilənə qədər olan müddətdə vətəndaşlarımıza səyyar xidmət göstərilir və həm səyyar xidmətlər, həm də asan xidmət mərkəzləri vasitəsilə 5 milyona yaxın vətəndaşımıza xidmət göstərilmişdir və çox sevindirici haldır ki, 5 milyon vətəndaşın xidmət göstərilməsi nəticəsində 98% vətəndaş məmnunluğuna nail olunmuşdur. Bu da ki, asan xidmət dövlət xidmətlərinin yaranmasında bir innovativlik yaratdı, bir dönüş yaratdı. Vətəndaşların dövlət orqanlarına
etimadının gücləndirilməsində xüsusi rol oynadı. Bildiyiniz kimi, asan xidmət mərkəzlərində xidmətlər aidiyyəti dövlət qurumları tərəfindən göstərilir. 10 dövlət qurumu tərəfindən, o cümlədən yəni bizim vətəndaşlara xidmət və sosial innovasiya dövlət agentliyi də daxil olmaqla və bu elə mükafatın verilməsi də 10 dövlət orqanının vətəndaşlara daha yüksək, daha innovativ xidmətlər göstərilməsi nəticəsində onların dövlət xidmətlərini vətəndaşlara daha yaxın etməsi nəticəsində vətəndaş həmişə haqlıdır prinsipinin tətbiq edilməsi nəticəsində baş verilmişdir. Və əlbəttə ki, qarşıda duran əsas vəzifələrdən, bizim qarşımızda duran əsas vəzifələrdən biri də bu xidmətlərin səviyyəsini daha da yüksəltməkdir. Çünki vətəndaş məmnunluğuna o zaman nail olunur ki, vətəndaşların gözləntilərinə uyğun xidmətlər göstərilsin. Amma ki, bu da reallıqdır ki, vətəndaşların gözləntiləri, istifadəçilərin gözləntiləri gündən günə artır dövrün tələblərinə görə və bizim də əsas borcumuz, vəzifəmiz vətəndaşların o artan gözləntilərinə uyğun olaraq xidmətlərimizi daha da yüksək formada qurmaqdır. Daha bir mühüm məqam sizin islahatlarda, ümumiyyətlə bu sahədəki islahatlarda, inzibati islahatlarda belə bir məsələ vardı ki, vətəndaşlar harda olmalarından asılı olmayaraq asan xidmətlərindən istifadə edə bilərlər. Məsələn, Bakıda sansa Gəncəyə getməyə ehtiyac yoxdur, yaxud Naxçıvana, başqa yerə. Yəni ki, olduğun yerdə bütün xidmətləri ala bilərsən. Bu məsələ artıq öz həllini tapıb, bu yoxsa vəziyyət necədir bu istiqamətdə? Bildiyiniz kimi, bu asan xidmətlər, bu xidmət mərkəzlərinin şəbəkəsidir və siz də düzgün olaraq vurğulayırsınız ki, konsepsiyasında vətəndaş istədiyi, yəni yaşadığı, olduğu yerdən asılı olmayaraq, istədiyi asan xidmət mərkəzinə müraciət edə bilər və bu konsepsiya hal-hazırda Bakı şəhərində tətbiq edilir və Bakı şəhərində bilirsiniz ki, 4 asan xidmət mərkəzi fəaliyyət göstərir və vətəndaşlarımız istədiyi asan xidmət mərkəzinə müraciət edə bilərlər. Hətta Bakı çərçivəsində innovativ həllərdən biri kimi, əgər siz şəhərin istənilən yerindəsinizsə, sadəcə mobil telefonundan onlayn rejimdə hansı mərkəzdə, hansı xidmət üzrə neçə nəfərin olduğunu izləyə bilərsiniz. Misal üçün, siz hal-hazırda burada Yasamalda, Yasamal və yaxud Sabunçu və yaxud da ki, Xətai asan xidmət mərkəzlərində xidmətlər üzrə neçə nəfərin gözlədiyini real rejimdə izləyirsiniz və əlbəttə ki, harada gözləyən istifadəçilər azdırsa, orada müraciət edə bilərsiniz. Amma respublika səviyyəsində bu formada xidmətlərin göstərilməsi üçün şəbəkənin, yəni xidmətlər şəbəkəsinin təsis edilməsi zəruridir. Ona görə də bu ildən, yəni bildiyiniz kimi, Cənab Prezidentin tapşırığına əsasən əlavə 3 xidmətin açılması nəzərdə tutulur. Bunlardan biri Bakı şəhərində, digər isə Masallı və Qəbələ şəhərlərində. Bu xidmət şəbəkələri də təsis edildikdən sonra artıq biz hesab edirik ki, bu ərazi qeydiyyatını, deməli, ərazi üzrə qeydiyyat məhdudiyyəti tam aradan qaldırıla bilər və vətəndaşlar istədikləri asan xidmət mərkəzlərinə müraciət edə bilərlər. Ancaq hal-hazırki vəziyyətdə bildiyiniz kimi həm Gəncə, həm Bərdə, həm Sumqayıt, həm Sabirabad asan xidmət mərkəzləri həmin yerləşdikləri rayondan başqa ətrafda ona yaxın digər rayonların əhalisinə də xidmət göstərir. Yəni, hər asan xidmət mərkəzinin əhatə dairəsi bütün ölkəyə xidmət göstərə bilməz. 1 milyona yaxın vətəndaşa xidmət göstərir hər asan xidmət mərkəzi. Amma ilin sonunda qeyd etdiyim asan xidmət mərkəzləri fəaliyyətə başladıkdan sonra artıq istənilən asan xidmət mərkəzi istənilən Azərbaycan Respublikasının vətəndaşına xidmət edə biləcəkdir. Amma mən deyərdim ki, artıq bir çox xidmətlər var. Yəni, xidmətlərin haradasa 80%-ə yaxın artıq ərazi məhdudiyyəti məsələsi aradan qalmışdır. Misal üçün, notariat xidmətləri göstərilir, sonra vətəndaşlıq vəziyyəti aktlarının göstərilməsi xidmətləri, digər tərəfdən miqrasiya xidmətləri
Vergilər Nazirliyi tərəfindən göstərilən xidmətlər. Yəni bu demək olar ki, xidmətlərin 80%-ə yaxın artıq deməli ərazi məhdudiyyəti olmadan vətəndaşlarımıza... Yerdə qalanlar da ilin axırına qədər. Yerdə qalanlar da... Yəni 2015-ci ilin sonuna qədər mən Bərdədə asan xidmətə daxil olub özümün problemlərimi həll edə bilərəm. Siz istədiyiniz asan xidmət mərkəzində daxil olaraq istədiyiniz orada göstərilən xidmətləri əldə edə bilərsiniz. Amma hal-hazırda Bakı şəhərində yenə də qeyd etmək istəyərdim ki, ərazi məhdudiyyəti tam aradan qalxmışdır və istənilən Bakı şəhər sakini istədiyi asan xidmət mərkəzinə müraciət edir. Daha bir məsələ, inanmələm, fiziki olaraq asan xidmət mərkəzlərinə getmək, kim istəyirsə bunu gedə bilər, bu çox yaxşıdır, normaldır. Paralel olaraq bütün proseduru elektron vasitələrlə keçmək mümkündür. Məsələn, kartlar vasitəsilə ödəniş etmək mümkündür, şəkilləri göndərmək mümkündür, məsələn, mobil telefon vasitəsilə və yaxud internet vasitəsilə və asan imza vasitəsilə imzanı göndərmək mümkündür. Və belə bir xidmətdən bugün istifadə etmək mümkündürmü ki, insan fiziki olaraq asan xidmət mərkəzinə getmədən özünün şəxsiyyət vəsiqəsini və yaxud nəyisə alsın? Əlbəttə ki, vurğuladığınız məsələlər bu elektron hökumət konsepsiyası tərkib hissəsidir və bildiyiniz kimi Dövlət Agentliyinin funksiyalarından, əsas funksiyalarından biri də həmçinin elektron hökumət layihələrinin reallaşdırılması, aidiyyəti dövlət qurumları ilə birlikdə xidmətlərin elektronlaşmasının sürətləndirilməsidir. Və bu xidmətlər əlbəttə ki, bu sahədə əsas prioritet sahələrdən biri də asan xidmət mərkəzlərində göstərilən xidmətlərin elektronlaşmasıdır. Artıq bu sahədə dövlət qurumları ilə, aidiyyəti dövlət qurumları ilə müəyyən işlər aparılır və qeyd etmək istəyərdim ki, artıq xidmətlərin bir çoxu tam elektronlaşmışdır. Misal üçün, Vergilər Nazirliyi tərəfindən hüquqi şəxsin yaradılması, siz həm onu asan xidmət mərkəzində həyata keçirə bilərsiniz, həm də tam asan xidmət mərkəzinə gəlmədən elektron formada. Bildiyiniz kimi, deməli, artıq asan 2 konsepsiya kimi formalaşdırmışdır və həmin asan xidmət 2 konsepsiyasında vətəndaşlar artıq operatorlara deyil, xüsusi quraşdırılmış maşınlara ödəmə və xidmət maşınlarına yaxınlaşaraq həm biometrik məlumatlarını, həm digər zəruri məlumatları tətbiq etməklə zəruri olan sənədləri əldə edə biləcəklər. Həmçinin bildiyiniz kimi digər innovativ bir layihə, asan ödəniş elektron hökumət layihəsi artıq tətbiq edilməkdədir. Vətəndaşlarımız inzibati cərimələri artıq hər hansı bir dövlət qurumuna müraciət etmədən birbaşa həm asan ödəniş terminalları vasitəsilə, həmçində onlayn qaydada ödəyə biləcəklər. Artıq vətəndaşlarımız həmçinin tezliklə dövlət xidmətləri üçün zəruri olan rüsumları onlayn qaydada ödəyə biləcəklər və əlbəttə ki, bu proses daha da inkişaf edəcək. Amma ki, bu da bir reallıqdır ki, bütün dövlət xidmətlərini 100% elektronlaşdırmaq, bu həm məqsədə müvafiqlik baxımından, həm də mümkünlük baxımından biraz sual doğurur. Amma əlbəttə ki, əsas məqsəd xidmətlərin daha əlçatan edilməsi, daha innovativ edilməsi və daha rahat formada təşkil edilməsidir. Və burada əsas kriteriya, əsas amal vətəndaşların yenə də gözləntilərinə uyğun xidmətlərin göstərilməsidir. Ən yaxın hədəflər belə başa düşdüm ki, 1, yəni ki, yəqin ilin sonuna qədər 3 asan xidmət mərkəzinin açılmasıdır və bir də ölkə ərazisində bu ilin sonuna qədər hər bir vətəndaşın olduğu yerdən asılı olmayaraq öz problemlərini həll edir. Hər bir vətəndaşın. Bu iki məsələ, yəni ki, bu ilin əsas prioritetləridir. Əsas prioritet məsələlərindən biridir. Bildiyiniz kimi, həmçinin artıq səyyar avtobusların sayı da artırılmışdır və səyyar avtobuslar, 10 səyyar avtobus artıq deməli xidmət vətəndaşlarımıza xidmət göstərəcəkdir. Asan xidmət mərkəzinin xüsusilə də təmsil olmadığı regionlarda bildiyiniz kimi digər səyyar avtobusların göstərdiyi xidmət sahələrindən biri kimi Cənab Prezidentin tapşırığına əsasən Cənub Qafqaz boru kəmərinin üzrə torpaq sahələrinin rəsmiləşdirilməsi və özəlləşdirilməsi üzrə prosedurlar asan xidmət avtobusları vasitəsilə, səyyar avtobuslar vasitəsilə həyata keçirilir.
Çox sağ olun. Təşəkkür edirəm studiyamıza gəldiyinizə görə. Xatırladıram ki, Günün Nəbzi proqramının bugünkü qonağı vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov idi. Biz onunla BMT-nin dövlət xidmətlərinin təkmilləşdirilməsinə görə Azərbaycanda keçirilmiş inzibati islahatlara verdiyi birinci mükafat və indiyə qədər keçirilmiş islahatların mahiyyəti haqqında danışırdıq. Sağ olun, növbəti görüşə qədər.